Hamınıza salamlar dostlar. Reflex King'den hamınıza salamlar dostlar. Bugün sizinle birlikte PUBG Mobile oynamayacağız. Aslında bu bir hassasiyet kodudur. Yani hassasiyet probleminiz varsa buraya gelip bu hassasiyeti yazırsınız. Bakın yazırsınız ve gedək istəyirsiniz yoxlayaq. Siz indi screen eləyirsiniz, nə eləyirsiniz, onu mən bilmirəm. Eğer bakın bu hassasiyet kodu bəzən dəyişə bilər. 3-4 gündən sonra mən yeni video atacağım, yeni hassasiyet kodu videosu atacağım. Shorts yox, video yəni gələ bilər. Necə yəni gələ bilər. Ona görə tez keçək yoxlamağa. Bakın dostlar, belə işləyir. Yəni zordur. Ölüyüm. Videonu paylaşın ki dostlarınız da baxsın, eləsin. Yəni çox zor hassasiyetdir. Giroskop 4 barmaq cihaz fərqi yoxdur. Ona görə də bu 4 barmaq, yəni onu dediyimə görə indi hassasiyeti də ilk başda göstərdiyimə görə gəlin gedək taktiklərə. Grafiklərdə baxın, grafiklərdə süper akıcını seçirsiniz. Buradan da aşırını seçirsiniz. Aşırı yüksek 45'dir. Yüksek 30'dur. Orta 15'dir. Güc tasarrufu da 5'dir. İndi bu 60 FPS. Mən 60 FPS oynayıram. Planşetlə də tabletim Samsung'dur. Tabletim Samsung'dur. Yani en güzel hassasiyet kodu videosu olabilir. Zor hassasiyettir. İstəsəniz uzaqdan gedib eləyək. Uzağa gedim. Dostlarım gözləyir. Tez bazar videonu çəkib yayınlayacağım. Yəni gələr, başqa da istəsəniz yəni yenə çəkə bilərəm. Yəni hassasiyet kodu bir dəfə çəksin bəs olar. Baxın, uzanlı eləmirsiniz. Ayaq üstə eləmirsiniz. Ayaq üstə sol eləmirsiniz. Görsə əyri gedir. Oturup yan eləyirsiniz, sol eləyirsiniz. İndi. Bu belə. Budur, hassasiyet buydu. Bir neçə də taktik verəcəm. Baxın. Bəli, bir neçə də taktik verdikdən sonra videonu bağlayıb tez gedirəm. Dostlarım gözləyir, dedim, yəni dostlarım gözləyir. Tez eləyək. 2 dənə donusu da TDM'ə aiddir. Yəni bir neçə taktik TDM'ə aiddir. Belə videolar gələ bilər. Bir neçə də oyun videosu, VS videosu da gələ bilər. İstədiyiniz adam veya özünüz varsa VS ata bilərik. Yəni o hassasiyeti verib VS ata bilərik. Öz hassasiyetləri ilə mənim hassasiyetim veya onun hassasiyetini deneyə də bilərik. Yəni tövsiyə eləyirəm də. Yəni mən
razı qalacaqsınız, güvənirəm. Tez keçək taktiyə, sonra da çıxacağam. Baxın dostlar, indi belə eləməlisiniz. Baxın, indi qarşınıza rəqib varsa, bundan sonra olsa belə rahat eləyə bilərsiniz də. Deyəsiniz ki, TDM-dəsiniz. Orada da adam var. Sizin qarşınızda adam olduğunu bilirsiniz və sizdə 3x var. Məsələn, onsuz da VS-də olur da. Dostunuz da sizin burada çıxanlığınızı bilir və canınızda birdir. Buradan çıxıb bir neçə mərmə bilirsiniz, buradan vurursunuz. Vuraqsız onsuz da mümkünsüzdür vurmamağınız. Bəli dostlar, indi keçək sonuncu taktikimizə, bundan sonra bağlayıram. Deyək AKM-də full HS, yəni bədən full HS gəlməsini istəyirsinizsə belə. Yox. Belə sağa sola yox. Sağa sola yox. Belə eləsəz rəqibin ölməyi biraz çətin ola bilər. Belə də bu da asandır, bu da zordur. TDM-də. Baxın, bu TDM-də oyunda bu silah varsa eləyəcəm. Yəni o silah yoxsa bu silahla eləyəsiniz. Yəni fərqi yoxdur silahın. Silah fərqi yoxdur. Deyək TDM-də siz qarşınıza rəqib var. Rəqibin canı çoxdur, sizinki azdır. Rəqibin canı azdır. Bu kalbim aynı yerde atmıyor sen de. Ben de. Neyse dostlar, 30 varım. Bəli dostlar, tez keçək. Taktiyə keçirik. Axırıncı taktiğimiz, bundan sonra çıxırıq. Çıxacağım mən. Baxın, full HS, yəni belə bədən istəyirsə, bədən yoxdur, bədən yox. Full HS istəyirsə bu taktikləri tez eləməlisiniz. Belə sağa sola eləsəz dəyməyə bilər. Rəqibin qarşısında qalırsınız, heç yeri getmirsiniz. Amma deyək, rəqib də elə eləyir. Siz onda əyilib durub da arxayı gedə-gedə sağa sola eləyirsiniz. Arxayı gedə-gedə. Əgər sizə oynamışsa, yoluna sizə baxırsa, yəni belə. Arxaya gedə-gedə, belə tam arxaya gedə-gedə yox. Belə ortada dayanır, belə qabağa arxaya, qabağa arxaya, qabağa arxaya, qabağa arxaya, belə HS olacaq. Sağ olun, öpürəm. Gələn videoda, VS videolarında görüşərik.